Bugün qonşumuz İranda nə baş verir? Bəli, mən vətəndaş olaraq öz mövqeyindən çıxış edirəm, siyasətçi deyiləm, çalışıram fikrimi də adi vətəndaş mövqeyindən bildirim. İranda ixtişaşlar artıq nəzarətdən çıxıb, insanlar kütləvi sürətdə küçələrə axışırlar və nəinki dini liderin, hətta dövlət mülkiyyətini dağıtmaqla, yandırmaqla, talan eləməklə məşğullar. Mənim isə sualım bir Azərbaycan vətəndaşı olaraq belədir ki, İrandakı rejimə niyə görə sizin vətəndaşlar düşmənlə eyni mövqedə çıxış eləməlidirlər? Bu hansı dövrdür, hansı zamandır ki, nə fərq var ya İsrailin ya Amerikanın təyyarələri gəlib İranın strateji obyektlərini bombardıman eləsin və yaxud sizin vətəndaşlar ixtişaşlar zamanı həmin öz ölkənizin strateji obyektlərini, dövlət mülkiyyətini talamaqla, yandırmaqla, məhv eləməklə məşğuldur. Bu elə həmin vətəndaşların düşmənlə eyni mövqedə çıxış eləməyidir. Bəli, dini liderin bariyefini də yandırmaq olar, etirazını bildirməyin formasıdır. Ancaq dövlətin əmlakını talan etmək, dağıtmaq, parçalamaq, yandırmaq, külə çevirmək, bu elə düşmənlə eyni mövqedir. Niyə görə sizin vətəndaşlar bu cür davranırlar? Bax, bunu özünüzə fikir versəniz, İranda bir islahatçı prezident var, onu da işləməyə imkan vermirsiniz. Bax, sonunda nəticəsi belə ağır olur. Bəli, bahalaşma dünyanın hər yerində gedir, amma bu təkcə İranda artıq bir neçə dəfələrlə qalxmaqla, yəni onsuz da xalqın ağır olan vəziyyəti biraz da ağırlaşdırır. Bunun vaxtında islahatlara getmək lazımdır. Fizişkiyanı eşitmək lazımdır hərdən bir ki, bax, belə bir vəziyyətə gəlib çatmasın. Artıq 21-ci əsrdir. İnsanlar 5-ci əsrdəki kimi idarəçiliklə məşğul ola bilməzlər. Həm də bir ayıbdır.